Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün Şəkinin qədim yeməklərindən olan lappalı pulovun hazırlama qaydasını paylaşacağım. Əvvəlcə qazanın içərisinə 2 stəkan quru lobiya tökürəm. Üzərinə örtəcək qədər su əlavə edib ocağın üzərinə qaynamağa qoyuram. Pulov üçün ayrıca bir qaba 3 stəkan düyü tökürəm. Düyünü yaxşıca yuduqdan sonra üzərinə isti su tökürəm və 1 yemək qaşığı duz əlavə edib qarışdırıram və beləcə 1 saat gözlədirəm. Lobiya qaynağa düşəndən sonra ilk suyu atılır. Yenidən üzərinə su əlavə edirəm. Qaynağa düşməyə başlayanda 1 ədəd iri ölçülü soğanı 4-5 hissəyə bölüb lobiyanın içərisinə əlavə edirəm. Eləcə də biraz duz əlavə edib qazanın qabağını örtürəm və bişənə qədər beləcə qaynadıram. Pulov üçün ayrıca bir qazanda su qoyuram. Su qaynağa düşdükdən sonra biraz duz tökürəm və düyünün suyunu süzüb suyun içərisinə əlavə edirəm. Qaynağa düşəndən sonra ara sıra qarışdırılır, duzu az olarsa duz əlavə edə bilərsiniz. Düyünün rəngi daha yaxşı olsun deyə mən yarım ədəd limonun suyunu beləcə qazanın içərisinə əlavə edirəm. Limon suyunu düyünü süzənə yaxın əlavə etmək lazımdır. Daha sonra isə 1-2 dəqiqə beləcə qaynadılır və düyü süzülür. Qazmaq üçün qazanın içərisinə yağ tökürəm. Yağ qızdıqdan sonra yuxanı qazanın içərisinə yerləşdirirəm. Mən yuxa qazmağından istifadə etdim. Siz zövqə görə qatıqlı, yumurtalı qazmaqdan hazırlaya bilərsiniz. Yuxanı qazanın içərisinə yerləşdirib yağlayıram. Üzərinə digər yuxanı yerləşdirirəm. Yenə də yuxanı yağlayıram və üzərinə digər yuxanı yerləşdirirəm. Mən beləcə 3 ədəd yuxadan istifadə etdim. Sonuncu yuxanı yağladıqdan sonra üzərinə düyünü tökürəm. Qazana biraz düyü tökəndən sonra üzərinə zəfəran gəzdirirəm. Eləcə də üyüdülmüş hil tökürəm. Hil xoşlamayanlar istifadə etməyə də bilər. Və yenə də düyünün qalan hissəsini əlavə edirəm. Sonda yenə də zəfəran və hil əlavə edib qazanın qapağını örtürəm və vam odda dəmə qoyuram. İndi isə lappanı hazırlayıram. Lobiya tamamilə bişib, lobiyanı ayrıca bir qazanın içərisinə tökürəm. Daha sonra isə blenderdən keçirirəm. İçərisinə ərinmiş yağ, eləcə də qara istiot əlavə edib qarışdırıram və vam odda yenə də ocağın üzərində 1-2 dəqiqə qaynadıram. Duzu az olarsa duz da əlavə edə bilərsiniz. Pulov dəm tökməyə başlayanda üzərinə ərinmiş yağ tökürəm və qazmağı tamamilə qızarana qədər
ocağın üzərində vam odda gözlədirəm. Artıq mənim pulovum bişib hazırdır. Gördüyünüz kimi düyləri dən olduqca gözəl pulov alınıb. Pulovu boşqabın içərisinə tökürəm. Düyünün üzərinə biraz yağ gəzdirirəm və üzərinə qazmağı yerləşdirirəm. Lappanı da ayrıca bir boşqaba töküb, beləcə yeməyi süfrəyə təqdim edirik. Lappalı plovu yemək qaydasını bilməyənlər üçün mən çəkib göstərirəm. Boşqabın içərisinə biraz düyü tökdükdən sonra hazırladığım lappanı da düyünün üzərinə tökürəm və beləcə yeyilir. İnanın xanımlar, o qədər ləzzətli plovdur ki, süfrəyə qoyulduğu an bitəcək. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.